Tamam, bu gün iş dəftərindən, 8-ci sinif iş dəftərindən səhifə 36-da metallar abidəsinin suallarına baxacağıq. Birinci suala baxaq. Metalların xassələrini əks etdirən anaqqramı həll et. Bu plastik sözüdür. Bildiyiniz kimi metallar plastiklik xassəsinə malikdir. Bərkdilər, bərklik. Sonra parlaqdılar, parlaqlıq və elektrik keçiriləcəyinə. Keçiricilik. Elektrik keçiriliyinə malikdirlər. İkinci sual. Boşluqlara müvafiq ifadələri yaz, mətni tamamla. Bəzi ifadələr istifadə olunmur burada. Deməli, baxaq mətnə. Metalların elektronları nüvə tərəfindən zəif cəzb olunduğundan onlar asanlıqla atomdan ayrılır və yarım sərbəst olurlar. Əslində burada delokallaşmış da olar, yarım sərbəst də olar. Ola bilər ki, iki yerdə də yaza bilərsiniz. Yarım sərbəst yazaq bura. Yəni eyni ifadədir, yarım sərbəst olur. Əmələ gələn deməli metal kationlar olacaq. Metal kationu ilə delokallaşmış elektronlar arasında metal rabitəsi yaranır. Metal kationları üfüqi və şaqili istiqamətlə hərəkət edən qatlı quruluş əmələ gətirir. Bu quruluşun daxilini isə elektronlar sanki dəniz şəklində doldurur. Bu delokallaşmış elektronlardır. Burada delokallaşmış sözünü yaza bilərsiniz. Niyə fərqi yoxdur? İstəyirsiniz yarım sərbəstin yerinə delokallaşma şey yazın ya da onun yerinə eyni şey olsa. Delokallaşmış. Bir sual. Aşağıda iki şəkil verilib. Şəkillər əsasında suallar cavablandır. A materialı, B materialı. Aha, A materialı, B materialı. Şəkildə mənfi və müsbət yüklü kürələr hansı zərrəcikləri təmsil edir? Mənfi yüklülər. Burada bir məsələ, bu metala aiddir. Buradakı mənfi yüklülər delokallaşmış elektronlardır. Mənfi yüklü, yenə bayaq kimi yarım sərbəst elektronlarda yaza bilərsiniz, delokallaşmış. Elektronlar. Müsbət yüklü isə metal kationu. Deməli, A materialı ilə B materialının tərkib hissəsindəki əsas fərq nədir? Burada bu A materialı metalın özüdür, bu isə ərintidir. Əsas fərq odur ki, tərkibindəki əsas fərqi istəyir. Bu təkcə A materialı bir metal atomundan ibarətdir. B materialı yaza bilərsiniz ki, qarışıqdır. Qarışıqdır. İki müxtəlif metal atomlarından ibarətdir. Yəni bu ərintiyə başqa bir metal əlavə olunub. Ona görə də bu işarə burada onu göstərir. Ərinti də tərkibin dediyi üçün tərkibini belə yazdıq. Xüsusiyyətlərini soruşsaydı, məsələn, ərinti daha bərk olur, yaza bilərdik. Burada C sualı ilə
ona aiddir. A materialı ilə B materialının hər birinə eyni qüvvə ilə təsir edəcək hansı ə, fərq müşahidə edilir. Ə, Deməli, A ilə B eyni qüvvə ilə təsir etdikdə B materialında çox az dəyişiklik müşahidə edilər. Çünki daha bərkdir. Yəni bu plastiklik xüsusiyyəti var ha. Elə bilin ki, ərintidə artıq plastik xüsusiyyəti biraz aşağı enir də. A-nın plastik xüsusiyyəti daha çoxdur, nəinki B-nin. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Dördüncü suala baxaq. Dövrü cədvəldə yuxarıdan aşağıya doğru birinci qrupda olan metalların atom radiusları artdıqda onların ərimə və qaynama temperaturları əsasən necə dəyişir? Baxın, atom radiusu birinci qrupda, qrup üçün aparıcılığı belə yazaq. Deməli, litium, natrium, kalium, rubidium, sezium, üzü belə deyək, fransium da var aşağıda. Deməli, aşağı gəldikdə atom radiusu artır. Atom radiusu artdığı üçün metal rabitəsi zəifləyir. Ona görə də metal rabitəsi zəifləyir. Ərimə və qaynama temperaturları azalır. Beşinci suala baxaq. Ştativ üzərinə misdən hazırlanan çubuq bərk edilir. Çubuğun ucundan başlayaraq ona müxtəlif məsafələrdə mumla mismarlar bərkidir. Sonra çubuq uc hissədən şamla qızdırılır. Uc hissəyə daha yaxın olan mismarlar tədricən düşməyə başlayır. Biz bilirik ki, metallar elektriki də istiliyi də yaxşı keçirir. Baxın, buradan istiliyi verilir. İstilik ötürüldükcə ən yaxın olan mismar budur da, yaxındakı istilik çatdıqca mum əriyir və bu düşür. Bu metalların hansı xəstələrə əlaqədardır? İstiliyi keçirmə xassəsi ilə, istilik keçiriciliyi ilə yaza bilərsiniz. B-yə baxaq, bu xassəni onların quruluşu ilə necə izah eləmək olar? Orada deməli, elektron dənizi olduğu üçün o həm elektrik keçiriciliyinə, həm də istilik keçirməyə səbəb olur. Elektron dənizi səbəb olur bu istilik keçiriciliyinə. Yəni, oradakı yarım sərbəst elektronlar hesabınadır. 6-ya baxaq. Metal parçasına mexaniki təsir etdikdə, əydikdə, zərbə vurduqda, müəyyən forma verdikdə öz formasını dəyişir. Bu metalların hansı xassələrdir? Plastiklik. Bu xassəni metalların quruluşu ilə necə izah eləmək olar? Deməli, bu metalın quruluşundakı o qatılar ki var, qatıların yer dəyişməsinə görə olur. Yeddiyə baxaq. Metalların istifadə sahələri, metal rabitəsi və bu rabitədən irəli gələn xüsusiyyətlərlə əlaqədardır. Aşağıda verilən istifadə sahələrlə ən çox əlaqəli olan bir və ya iki xüsusiyyəti müəyyənləşdirin. Metal rabitəsinin gücü, yarımsərbəst elektronlar, qatlı metal katyon qəfəsi. Metal rabitəsinin gücü bu, ərimə qaynama temperaturu yuxarı olur. Yarımsərbəst elektronlar
istilik, elektrik keçirilmə ilə əlaqəlidir. Qatlı metal kationda bayaq dediyimiz kimi plastik metal qəfəsi plastikliklə əlaqədar. Gəlin baxaq, məftil istehsalı. Məftildə burada plastiklik daha çox rol oynayar deyə düşünürəm. Hə, amma məftilin hazırlanma prosesi deyil. Məftildən biz nə üçün istifadə edirik? Elektrik keçirsin də ona görə. Elektrik keçiriciliyi. Avtomobil gövdəsinin istehsalı. Avtomobil gövdəsinin istehsalı. Bu metal plastik olduğu üçün avtomobil gövdəsini rahatlıqla hazırlamaq olur ondan. Hazırlamaq olur. Əslində yenə burada da bəşli məsələsi də var. Təbii ki, bəşli olmalıdır. Yüksək istiliyə dözümlü sənaye məmulatı. Bu artıq metal rabitəsinin gücü ilə əlaqəlidir. Metal rabitəsinin gücü. Əslində burada bir neçə şeyə aid eləmək olar. Ən çox əlaqəni soruşduğu üçün birini yazırıq. Bir və ya iki xüsusiyyəti müəyyənləşdirir. Yaza bilərsiniz, problem yoxdur. Yüksək istiliyə dözümlü sənaye məmulatı, yəni istiliyə, ərimə qaynama temperaturu yüksək olsun, əriməsi daha doğrusu yüksək olmalıdır. Qılınc istehsalı. Bu da yenə ərimə metal rabitəsi bəşli ilə əlaqəlidir. Metal rabitəsinin gücü deyə buna. Elektrik cihazlarının müxtəlif hissələrinin istehsalı. Elektrik cihazları deyirsə elektrik keçirmə. Yarım sərbəst. Elektronlar. Batareya istehsalı deyirsə bu da yenə yarım sərbəst elektronlar. Səkkizінші suala baxaq. Aşağıdakı cədvəldə müxtəlif metalların atom radiusları və ərimə temperaturu verilib. Litiumdan seziuma doğru. Atomlar kürə formalıdırsa, sıxlığı ən yüksək olan metalı təyin et. Burada birinci ilə sonuncu müqayisə edirsək, baxın, atom radiusu deməli, litiumda daha azdır, seziumda çoxdur. Burada sıxlığı yüksək olan, həmçinin yüz aşağı gəldikcə kütlə də artır axı. Yəni, eyni deyək, həcmdə tutaq ki, 1 kub metr götürmüşüksə, atom kütləsi daha çox düşən olacaq sezium. Seziumun sıxlığı çoxdur. Sıxlığı ən yüksək. Seziumdur. Metalların ərimə və ərimə temperaturunun onun sıxlığı ilə əlaqəsi varmı? Yoxdur. Əlaqəsi yoxdur. Sadəcə olaraq burada üzü aşağı gəldikcə sıxlıq artır və burada ərimə temperaturu azalır. Amma bu demək deyil ki, sıxlığı çoxdur deyə ərimə temperaturu azdır. Onunla əlaqəli deyil. Bu ərimə temperaturu radiusla əlaqəlidir. Radius artır, qaynama temperaturu azalır. Sıxlıqla əlaqəli deyil. Bu qədər, təşəkkürlər.